işarə verildi və oyun başladı. Kəpəzdirə Misir Premyer Liqasının 32-ci turunun oyunu. Hava ötürməsi qapı qarşısında uzaq dirək istiqamətində Ruan Renat'ın çox güman ki düşünmüşdü. Qismət Aliyev, amma top Ruan'ın başı üzərindən keçdi. Amma zirədə qaldı. Daha bir ötürmə cəlmə meydançasına. Başla zərbə Ruan'dan top qapının üstündən keçir. İlk cəhdə olmasa belə ikinci cəhdə bunu etdi. Lakin top qapının üstündən keçdi. Ruan çox məhsuldar mövsüm keçirir. Xüsusilə mövsümün ikinci yarısını. Yaxşı pasajı burada Suma. Junior Martin Suma və Roger Santos topu tutur. Papunaşvili, İbrahimli, Cibrila. Öndə Şahverdiyev, Cibrila'dan birbaşa qapıya və top tirdən qayıdır. Heç kimin gözləmədi anda isə Cibrila. İzləyək son epizodun təkrarını imkan varkən. Roger Santos'un da bu çox gözlənilməz bir gedişat oldu. Sadəcə toxundu mu topa Roger bunu? Bax, bu rakursunu yəqin ki görərik. Bəli. Səhv görmədimsə Roger Santos'un toxunuşu var idi. Bəli, Roger Santos'un seyvidir bu. Martins, Papunaşvili bir-birinə mane olur zirə futbolçuları, lakin topu itirmirlər. Papunaşvili, İsa Cibrila, zərbə və Roger Santos bu dəfə də keçid vermir. İsa Cibrila'nın zərbəsi ilə yekunlaşan epizodun təkrarıdır. Yenə də tamamilə sərbəst, nəzarətsiz qalmışdı Cibrila cərimə meydançasının daxilində. Və bu vəziyyətlərdən çox yaxşı istifadə edir. Paçunun zərbəsi və top qapının üstündən keçir. Cərimə zərbəsindən öncə. 2-1 mübahisə var. Rafael Otsek. Otsek mərkəzə meyləndi. Cibrila'ya topu qaytardı. Cibrila'dan yerlə ötürmə. Suma! Salifu Suma! 0-1. Buna qədər oyunda heç reyliyatda qalmayan Salifu Suma. 64-cü dəqiqədə zirəni hesabda önə çıxartdı. İri planda hər şey onun qeyridəyə götürməsindən sonra başladı. Zirə hücuma çıxdı isə Cibrila cinahla irələdi, qapı qarşısına ötürmə verdi. Salifu Suma ilk baxışdan sanki uğursuz topu qəbul etdi, amma yekunda topun havaya qalxması əksinə ona üstünlük qazandırdı və top havadaykən ona qarşılanmaz zərbə indirdi Salifu Suma. Amma mən Turan Manafovun səhvi ilə yanaşı həm də Paçunun hərəkətini qeyd edərdim. Paçu bilsəydi ki, bu hücum sonda belə nəticələnəcək, topu heç meydanda saxlamağa səy göstərməzdi. Amma sözsüz. Papunaşvili saxladı topu İsmail İbrahimli üçün. İsmail'dan dərhal əli. İsa Cibrila. Yox, Salifu Suma'dır bu. Suma sürət yığır. Suma! Roger Santos! Dublə imza atmağa çox yaxın idi Salifu Suma. 5 dəqiqə ərzində dublə imza ata bilərdi. Suma 11-ci qolunu vurdu. Bununla da o bombardilər cədvəlində, ümumi liqamızın bombardilər cədvəlində. Ardazişvili ötürməsi qapı qarşısına. Hava mübarizəsi. Qaydan top uzaqlaşdırılır. Və əks hücum şansı yaranır indi zirədə Salifu Suma. Salifu Suma sürət yığır Suma qapıcı təpədə. Suma'nın zərbəsi Santos. Qaydan top Eldar Quliyev. Qapı boşdu. Ötürmə verdi Eldar. Ceyhun Nuriyev lakin yox. Gecikdi, vaxt itirdi. Hər şey bax buradan başladı. Kəpəzin kornerindən Elçin Əlcan topu uzaqlaşdırdı. Ceyhun Nuriyev topa çatdı. Ötürmə verdi Suma'ya. Suma'nın önündə boş bir meydan var idi. Bu məsafəni qət elədi, qapıcıya qədər çatdı, amma sadə primitiv bir zərbə indirdi. Gəlin razılaşaq. Bəlkə danışmaq asandır əlbəttə ki, amma burada az qala uçunu itirdi bir anlıq Roger Santos. Qismət Aliyevin zərbəsi və top tirdən qayıdır. Çox yaxın idi Qismət fərqlənməyə. Hücum davam edir. Aylin Gomez. Zebli və bu da Əli Əliğayevin final ofti. Zirə 1-0 hesabı ilə Kəpəzi səfərdə 32-ci turun oyununda məğlub edir. 63-cü dəqiqədə Salifu Suma'nın vurduğu qol sayəsində növbəti 3 xalı aktivinə yazdırdı. Sibi Sportla yaşaya bilərsiniz. Son epizodun təkrarı, tirdən qayıdan top və bizim reportajımız yekunlaşır. Amma qısa aradan sonra tamaşaçılar flash müsahibələr olacaq. Hər iki komandanın baş məşqçisi isti-isti oyundan sonra fikirlərini bizimlə bölüşəcək. Odur ki, kanalı dəyişməyin, Sibi Sportu izləməyə davam edin.